Biomasaj cihazın Azərbaycanda ilk tanıdan SS Estetik şirkəti olmuşdur və yeniliklərini də bizim şirkətdən izləyə bilərsiniz. Ekranda gördüyünüz Çin istehsalıdır, digəri isə Koreya istehsalı olan biomasaj cihazıdır. Bunlarsa onun detallarıdır. Bioenerji cihazı əsasən bədənin bioelektrik siqnallarını tənzimləmək və masaj yolu ilə müalicəvi təsir göstərmək üçündür. İki yastıq elektrodu müxtəlif nahiyələrinə yerləşdirərək impulslar göndərilir. Manual başlıq terapevt tərəfindən bədənin müəyyən nöqtələrinə tətbiq olunur. İmpulslar bədənə ötürülərək ağrıları azaltmağa, sinir sistemini tənzimləməyə yardım edir. Digital displey vasitəsilə temperaturu, rejimi və gücü izləməyə imkan verir. Bioenerji terapiyasının məqsədləri: enerji meridianını açmaq, ağrıları azaltmaq, qan dövranını sürətləndirmək, arıqlama və toksin atmaq məqsədi ilə detoks effekti, əzəlləri rahatlatmaq, sinir sistemini tarazlamaqdır.